Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Ata vəsiyyətini ləyaqətlə yerinə yetirən, Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, 44 günlük zəfər tariximizi qızıl hərflərlə tariximizi həkk etdirən, öz daxili və xarici siyasəti ilə hər zaman liderlərə örnək olan, öz danışığı ilə, öz duruşuğu ilə, əzmkarlığı ilə hər bir dövlət başçısına nümunə olan prezidentimizin doğum günüdür. Bütün jurnalistlər adından doğum günü münasibəti ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Ona möhkəm can sağlığı, uzun ömür, siyasi fəaliyyətində uğurlar arzulayıram. Gənc bir jurnalist olaraq zəfəri tarixlə yazan Qarabağ Azərbaycandır kəlamının müəllifi cənab prezidenti səmimi qəlbdən təbrik edirəm. Ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və əldə etdiyimiz tarixi qalibiyyətin verdiyi qürur hissi ilə xalqımıza bəxş etdiyi uğurlara görə dərin ehtiramımı bildirirəm. Cənab prezident, zəfərli yolunuz daim işıqlı, uğurlarınız davamlı olsun. Tarix boyu o millət, o dövlət qüdrətli sayılıb ki, ən ağır dövrlərində ona aqil insanlar, dəmir qətiyyətli sərkərdələr başçılıq edib. Bu mənada Azərbaycan xalqının bəxti gətirib. Son 10 illiklərdə Ulu öndər Heydər Əliyev ideyalarını davam etdirən İlham Əliyev məhz bu mənada Azərbaycan xalqına tale tərəfindən göndərilmiş bir şəxsiyyətdir. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin bugünkü doğum günü media işçiləri tərəfindən də qürurla qeyd olunur. Çünki ölkə başçısı həm də media işçilərinin, media nümayəndələrinin dostudur. Bildiyiniz kimi bu il Azərbaycan milli mətbuatının 150 illiyi təntənə ilə qeyd edilir. Bu münasibətlə ölkə başçısı sərəncam imzalamış media nümayəndələrinə müraciət qəbul etmişdi. Biz bu gün yəni həm də onunla əlamətlərdir ki, əziz prezidentimizin doğum günü həm də 31 dekabr Dünya Azərbaycanlıların həmrəyliyi günü ərəfəsinə təsadüf edir. Bu doğum günündə media işçiləri nümayəndələri, media nümayəndələri adından ölkə başçısını ürəkdən təbrik edirik. Ona növbəti illərdə daha böyük uğurlar arzulayırıq. Azərbaycan xalqı Prezident İlham Əliyevi qətiyyət, əzmkarlıq, prinsipiallıq, dönməzlik rəmzinə çevrilən lider kimi sevir və daim dəstəkləyir. Çünki Müzəffər Ali Başkomandan İlham Əliyev xalqımızın 30 illik həsrətinə son qoydu. Müdrik liderin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Suverenliyimiz və ərazi bütövlüyümüz təmin edildi. Bugün həmin torpaqlara böyük qayıdış proqramı davam edir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır və bu da hər birimizi qürurlandırır və sevindirir. Mən də bir media nümayəndəsi olaraq bütün kollektivimiz adından Müzəffər Ali Başkomandanı doğum günü münasibətlə təbrik edir. Ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıram.